Ölkəmizdə milli atçılıq ənənələrinin yaşadılması və inkişafı istiqamətində müxtəlif tədbirlər təşkil edilir. Martın 23-də Ağcabədinin Şənlik kəndində Azərbaycan Atçılıq Federasiyası və Ağcabədi rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə yorğa atların yarışı təşkil olunub. Ağcabədi, Gəncə, Xocalı, Laçın, Bərdə, İmişli, Goranboy, Cəlilabad, Biləsuvar, Ucar, Zərdab çaparlarının iştirakı ilə keçirilən yarışı idmanın bu növünə həvəs göstərən xeyli sayda azarkeş izləyib. Yüksək səviyyədə təşkil olunan, habelə təhlükəsizlik tədbirlərinin gözlənildiyi yarışda çaparlar müvafiq olaraq 1200, 1400, 1600, 1800 və 2000 metrlik məsafələr üzrə yarışıblar. Yarışlarda əsasən 3-4 yaşlı dayçalar, keçid dövründə olan atlar, eləcə də yorğa atlardan istifadə olunub. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda 1200 metr məsafəni Ağcabədidən Qaqa, 1400 metri Laçından Köhlən, 1600 metri yenə Laçından Çempion, 1800 metri Gəncədən Hako, 2000 metri yenə Gəncədən Sultan ləqəbli atlar uğurla qət edərək yarışın birincisi elan olunublar. Yekunda keçirilən baş at yarışında isə Gəncədən Hako ləqəbli at finiş xəttinə ilk sataraq birincilik qazanıb. Laçından Sərxoş ləqəbli at isə baş at mərhələsinin ikincisi olub. Sonda qaliblər Azərbaycan Atçılıq Federasiyasının diplomları ilə təltif olunublar. Goranboy 3.